İran raketlərinin mənzili nə qədərdir? Burada 4 uzun mənzilli raketi nəzərdən keçiririk ki, onlardan sonuncusu hamısından daha maraqlıdır. Birinci, Fəttah hipersəs raketi. 1400 kilometr mənzilə malikdir. Əbu Dabi, Ər-Riyad və Təl-Əviv kimi şəhərlər bu raketin mənzili daxilindədir. İkinci, bərk yanacaqlı Sicil raketi. 2000 kilometr mənzilə malikdir. Kiyev və Misirin Qahirə şəhəri bu raketin mənzili daxilindədir. Üçüncü, Xürrəmşəhr 4 raketi. Təqribən 2500-3000 kilometr mənzilə malikdir. Şərqi Avropanın və Balkan yarımadasının əksər ölkələri, o cümlədən Yunanistan və İtaliya, həmçinin şərq istiqamətində Hindistan və Çin kimi ölkələr bu raketin mənzili daxilindədir. Dördüncü, Simurq peyk daşıyan raket təqribən 4000-6000 kilometr mənzilə malikdir. Şayələrə görə İran Xürrəmşəhr 5 və Şəhab 6 kimi qitələr arası raketlər üzərində işləyir. Əgər Simurq texnologiyası və ya ona bənzər texnologiya ballistik raketlərdə istifadə olunsa, Paris, London, Madrid kimi şəhərlərə, eləcə də Avropa, Asiya və Afrikadakı ABŞ-ın əksər hərbi bazalarına